yuxu üçün ən pis poza qarın üstə uzanmaqdır. Yuxu üzrə mütəxəssis James Wilson bu qənaətdədir. Onun sözlərinə görə, qarın üstə yatmaq onurğa sütunu, boyun, omba, diz və daxili orqanlar üçün zərərlidir. Gecə istirahəti zamanı bədənin bu vəziyyətdə qalması travmalara, fəqərələrin yerindən çıxmasına, boynun dartılmasına səbəb ola, həmçinin yuxunun keyfiyyətini və davamlılığını pisləşdirə bilər, deyə James Wilson bildirib. Ekspertin qeyd etdiyinə görə, qarın üstə yatmağa daha təhlükəsiz alternativ yan tərəfə uzanıb ayaqlarının arasına yastıq qoymaqdır. Mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış cərrah Karan Rajan da bu fikirlə razıdır. Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluqları zamanı sağ deyil, sol tərəf üzərində yatmaq daha faydalıdır. Bu vəziyyət həkimin bildirdiyinə görə, mədənin içindəkilərinin qida borusuna daxil olmasını çətinləşdirir ki, bu da turşu reflüsünün riskini azaldır.